Demək, yazıblar ki, ilk olduğum üçün sualıma cavab verərsiniz, gözəl insan. 6 yaş qızım yeyir, amma yenə də çox zəifdir, qanı az olur, nə məsləhət görərsiniz? Bir dənə qara tahin alın, bir dənə sarı tahin alın. Sonra 100 qram çiçək tozu, 50 qram gülən. Güləmi də çiçək tozuna üyüdürsünüz, tahinlə qarışdırırsınız. Bu neçə imkan versəydi sözümü deyərdim. Sonra burada yarım kiloqram bal qarışdırın. Hamısını bir-birinə qarışdırın. Gündə ondan elə bir səhər axşam bir çay qaşığı yesin. Söh. Qanı da artacaq, gözəl şəkildə immuniteti də artacaq, həm də kökələcək. İnşallah. Neçə imkan versəydi bir şey deyərdim. Demək, yaxşı olar ki, həftədə heç olmasa bir dəfə, 2 dəfə para elə bir kivi, para kivi də parasını kəsib verərsiniz, amma yaxşı yetişmiş olsun. O da yesin. Bu qədər. Kifayət, bəs.